Müəllimlərin işə qəbul imtahanına hazırlaşan dəyərli namizədlər. Sizinlə bu haqda öz real təcrübələrimə əsaslanıb və məni uğurlu nəticəyə aparan həmin yolda etdiklərim haqqında tövsiyələrimi bölüşmək istəyirəm. Salam, mən tarix müəllimi Zəhra Məlikova. İkinci məqamımız davamlı və sistemli olmaqdır. Sistemli nə deməkdir? Bilirik ki, müəllimlərin işə qəbul imtahanı üçün öncədən çərçivə sənədi verilir və həmin o sənəddə mövzular qeyd olunur. Biz nə edirik? Həmin mövzuları aylar üzrə dəqiq şəkildə bölürük və özümüz üçün bir plan hazırlayırıq. Həmin plana da sadiq qalmağı unutmuruq, çünki əsas məqam bundan ibarətdir. Proqramı nə qədər tez yekunlaşdırıb da üzərindən davamlı təkrar getsək, bu bizim xeyrimizə olacaq. İkinci bir məsələ isə testlər işləməkdir. Çünki biz biliklərimizi yalnız testlər üzərində möhkəmləndirə və müəllimlərin işə qəbul imtahanında çaşdırıcı, hiyləli, daha çox diqqət tələb edən suallar olur ki, bunların öhdəsindən gəlmək üçün əvvəlcə bunlara hazırlıqlı olmaq lazımdır. Və sizə tövsiyəm budur ki, davamlı testlər işləyin və testlər çətinlik dərəcəsi yüksək testlər olsun, yəni asan, abituriyent səviyyəsi testləri işləməyinizi tövsiyə etmərəm. Çünki bu sizin biliklərinizi daha da dərinləşdirmir. Bilirik ki, kurslar müəllimlərin işə qəbul imtahanını keçirir və həmin kurslarda da 40 sualdan ibarət testlər olur. Bəzi kurslar kurikulum suallarından da hazırlayır testləri, yəni əsl MIQ tipli sınaqlar təşkil edilir. Və həmin kurs sınaqlarında iştirak etməyinizi çox tövsiyə edirəm. Çünki bunlar sizin nə qədər inkişaf etdiyinizi ölçür və sizə özünüz haqqında məlumat vermiş olur. Bilirik ki, tarix fənni daha diqqət tələb edən bir fəndir. Nə üçün? Çünki burada cümlələr, hadisələr dəqiq analiz edilib dərk edilməlidir. Buna görə də mövzuda olan, dərsliklərdə verilən hər bir cümləyə olduqca diqqətli yanaşmaq lazımdır. Yəni, bəzi cümlələri ötürüb bunlar əsas hissə deyil, əsas hissələri oxuyum deyə bir şey etmək olmaz qəti şəkildə. Çünki əsas həmin xırdalıqlar, belə deyək, küncdə, bucaqda qalan məsələlər ola bilər ki, əsas da onlar bizə lazımdır. Yəni, hər cümləni diqqətli şəkildə bu cümlə mənə imtahanda düşə bilər yanaşmasıyla həmin cümlələrə yanaşmaq lazımdır. Belə olduqda uğur əldə etmək şansımız daha da yüksəlir. Öz təcrübəmə əsasən bildiklərimi sizlə bölüşürəm və mən bu dediklərimi tətbiq edərək MIQ imtahanında 90 bal yığa bilmişəm. Kurikulum sualları çox çətin olmur. Sadəcə diqqət, analiz etmək və cümlələri sona qədər oxumaq əsas şərtdir. Yəni, yüksək nəticə əldə edə bilərsiniz. Gözünüzü qorxutmayın. Ay, deyirlər, kurikulum çox çətindir, başa düşmək olmur. Qəbul edirəm ki, kurikulumda müəyyən çaşdırıcı suallar, iki variantın da doğru olma ehtimalı yüksək tipli olan suallar olur. Amma biz nə edirik? Biz bu suallara görə ruhdan düşməməliyik. Əksinə həmin suallarla mübarizə aparmağı özümüzdə formalaşdırmalıyıq. Çünki hər sualın öhdəsindən biz gələ bilərik, biz bunu bacara bilərik. Ona görə də maksimum diqqətli olub sualları orada bir-bir analiz etmək bacarığı əsasdır. Yəni, bəzən olur ki, iki variant olur, ikisi də bir-birinə yaxındır, amma biz həmin o iki yaxın variantdan daha dəqiq olanını, daha ətraflı olanını götürməliyik. Yəni, kurikulumda bu məsələlər var. 2026-cı ildə MIQ imtahanı verən bütün tarix müəllimlərinə bu video bəlkə bir motivasiya olar. Yəni, deyilənlərə yox da öz təcrübələrinizə, kurslarda getdiyiniz sınaqlardan yığdığınız ballara özünüzə inanın. Yəni, ruhdan düşmə üçün kənar vasitələr kifayət qədər yetərlidir. Ola bilər ki, hansısa bir cümlə gördük sosial şəbəkədə və biz ruhdan düşdük. Belə bir şey etməyək. Əsas özümüzə inanaq və bacardığımızın ən yaxşı versiyası olaq. İnanmaq uğurun yarısıdır. Şablon cümlələri olsa da bu həqiqətdir. Yəni, biz bunu dana bilmərik. Ümid edirəm ki, bu video sizlərə çox faydalı olacaq. Əgər faydalı oldusa, şərh bildirməyi, bəyənməyi unutmayın. Mən davamlı şəkildə videolar çəkəcəm. Qeyd edim ki, dekabr ayından MIQ qruplarımız artıq fəaliyyətə başlayır. Həm kurikulum üzrə, həm tarix fənni üzrə müraciət edə ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Və mən tarix fənnini xüsusi kodlarla öyrətməyi də üstünlük verirəm. Çünki həm abituriyentlərə, həm imtahan verən hər kəsə
İmtahanda heyecan olan zaman yadda saxlamağın asan üsulları köməyə gələ bilər, əlimizdən tuta bilər bizim, belə deyək. Ona görə də hər vasitədən yararlanmağa çalışın. Əgər tarixi asan yadda saxlama üsulları, kodlarla bağlı maraqlı gəldisə, məni həm YouTube səhifəmdən, həm də Instagram səhifəmdən izləyə bilərsən. Burada bildiklərimi bölüşürəm sizlərlə. Və son olaraq videomuzu burada yazılan motivasiya cümləsi ilə yekunlaşdırmaq istəyirəm. Sağ olun, hələlik növbəti videolarda görüşərik.